Ermənistan sürətlə silahlanır və son dövrlərdə əsasən Hindistanla hərbi əməkdaşlığı gücləndirib. İki dövlət arasında müxtəlif silah müqavilələri imzalanıb, həmçinin Hindistan artıq Ermənistana bir sıra hərbi texnikalarını tədarik edib. Bir sıra siyasi müşahidəçilərin fikrincə bu silah tədarikindən sonra Ermənistan daha da ruhlanır və zəmin yarandıqda Azərbaycana hücum edərək müəyyən əraziləri yenidən ələ keçirməyə, cəhd göstərməyə çalışır. Bəs Ermənistanın bu cür aqressiv silahlanması müharibə təlaşıdırmı? Ermənistanda revanşist qüvvələr var sözsüz ki, amma mən inanmıram ki, indiki şəraitdə bu cür məğlubiyyətdən sonra Ermənistan cürət eləyib Azərbaycana hücum eləsin. O qədər də arxançılıq da olmaz. Ehtiyat əldən vermək lazım deyil. Ehtiyatsımızı görməliyik, lazım olsa tədbirimizi görərik. Amma Ermənistan bəlkə 10-15 ildən sonra bizə hücum eləyə bilər. O da yenə də məğlub olacaq. Azərbaycan ordusu yeganə ordudur. Qafqazın ən güclü ordusudur. Ermənistan adında devlət olmuyor. Mən özüm müharibə iştirakçısıyam. Füzuli ilə Xocavəndin azad olunmasında iştirak eləmişəm. Mən inanıram ki, onların heç vaxt gücü çatmaz, çatmayıb. Sadəcə müəyyən keçmiş tarixdə müəyyən vəziyyətlərdən istifadə ediblər, onu eləyiblər. Onlar biraz qabaq görən kimi, belə deyək də, fürsətdən istifadə etmək qabiliyyətində biraz qabaq görəmcilikləri var. Ancaq biz millət olaraq onlardan çox güclüyük. Onların da o silahlandıran və onları deməli bu məsələyə sövq edən devlətlər də bilməlidir ki, Azərbaycan artıq güclü hərbi qüdrətə malikdir. Onun arxasında Türkiyə durur, onun arxasında Pakistan durur və dünya devlətlərinin bir çoxları da bizi dəstəkləyir və biz də əmin ola bilərik ki, ermənilərin bu xülyaları boş bir fantaziyadır. Yəni onlar bu məsələ ilə bağlı əgər müharibəni onlar başlasa, onlar mənə Ermənistan söhbəti olmayacaqdır. Onların o texnikası heç bir şeydir. Yəni onların bizdə olan silahlar onlarda yoxdur. Bu Ermənistan bizim o 40 günlük müharibədən dərs almadılar. Əlbəttə ki, onlar bilməlidirlər ki, onlar heç vaxt qalib gələ bilməyəcək Azərbaycan xalqına. Çünki bizim gözəl dövlət başçımız var, bizim ali baş komandanımız var. Yəni onlar heç addım atmasınlar. Narahat olmalıyıq mı? Xeyr, heç bizim əhali narahat olmasın. Ən azından qorumaq üçün biz həmişə bu müharibədən narahat olmalıyıq. Mənim fikrimcə təəssüflər olsun ki, bəli, Ermənistan buna hazırlaşır ki, belə deyək, daha çox ərazi əlinə alsın. Bu bir şou yaradır Azərbaycana qarşı. Belə deyək ki, bəzən də bir xox gəlir Azərbaycana qarşı. Yəni mən bunu eləyə bilərəm. Bunlar bunu eləyə bilməyəcəklər, mümkün deyil. Ən az ona görə mümkün deyil ki, Azərbaycan artıq tək deyil. Azərbaycanın arxasında Türkiyə kimi qardaş dövlət dayanır. Yanında dost İsrail dövləti var. Sonra Pakistan dövləti var. Artıq bilirsiniz ki, bu dəqiqə dünyada Turan dövlətin yaradılması məsələsi gedir. Məsələn, Qazaxıstan, Özbəkistan, Azərbaycan, müqavilələr Türkiyə. Ümumiyyətlə, Azərbaycan Türk dünyasında öz gücü olan dövlətlərdən biridir. Narahat olmağına dəyməz. Cənab Prezident böyük siyasi gücə, böyük siyasi iqtisadi gücə malikdir. Onun böyük siyasəti var. Cənab Prezident durub elə-belə sadəcə müşahidə eləmir. Bütün hadisələr izlənilir, bütün hadisələr hər gün müzakirə olunur. Eyni zamanda Azərbaycan məsələsi dediyim kimi dünya ölkələrin diqqətindədir. Sadəcə Hindistan, əlbəttə Hindistan elə erməni üçün bir şeydir. Onlar da ermənilər Hindistandan gəliblər də o vaxtları.